Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecmain emmâ ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar, Allah'tan istəyirəm ki, ilk önce Allah Teala bizim bütün mevzularımızı bizim üçün ve eşidən bütün Müslümanlar üçün faydalı etsin ve harda olursa olaq, Allah Teala bizi də sizi də bərəkətli qullarından etsin. Allah Teala buyurur ki, Quran-ı Kerimdə və zəkkir fə innə zikra tənfəul müminin. Sən xatırlat, çünki xatırlatmaq müminlərə fayda verir. Və bir qudsi hədis var. Uzun hədisdir. Lakin istəyirəm qısa olaraq Allahın izinə bu hədisi xatırlayaq, çünki böyük faydalara əhatə eləyir. Və Rəbbimiz olan Allahın biz qullarına olan bir çox xitabları var bu hədisdə. Hədis Əbu Zər Əl-Ğifari, Allah ondan razı olsun, ondan gələn rivayətdir, hədisdir və qudsi hədisi necə dedik? Qudsi hədis o hədisə deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Allahdan subhanahu və teala'dan özü birbaşa rivayət eləyib və İmam Müslimin səhihində gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah Teala belə dedi: Ya ibadi, inni harramtu zulmə alə nəfsi və cəaltuhu beynəkum muharramə fələ təzalemu. Ey qullarım, mən zülmü öz nəfsimə haram etdim. Sizin də aranızda zülm etməyi haram etdim. Bir-birinizə zülm etməyi haram etdim. Fələ təzalemu. Allah Teala deyir ki, bir-birinizə zülm etməyin. Zülm, dəyərli müsəlmanlar, böyük günahlardan sayılır. Böyük günahlardan sayılır. Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisdə deyir ki, "Az-zulmu zulmətun yevməl-qiyamə." Zülm qiyamət günü zülmət olacaq. Və elm əhli, dəyərli müsəlmanlar, zülmü bir neçə qismə bölüblər. Birinci qism insanın Allahla öz arasında olan zülmdür. O da Allaha şərik qoşmaqla öz nəfsinə zülm eləyir. İkinci zülm Allahın qulları ilə öz arasında olan zülmdür. Allahın qullarına zülm etmək, onlara əziyyət vermək, onları təhqir etmək, onların haqqına girmək və s. Üçüncü isə insanın günahlar etməklə öz nəfsinə zülm eləməsidir. Zülmdən geniş danışmaq olar, lakin qısa olaraq istəyirik toxunaq. Hər halda zülm Allahın haram etdiyi bir şeydir və qiyamət günü necə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, zülm zülmət olacaq, qaranlıq olacaq. Yəni insanın əleyhinə olacaq. Hədisin növbəti hissəsində Allah Teala yenə buyurur ki, Ya ibadi, ey qullarım, kullukum dallun illə mən hədeytuhu fəstəhduni əhdikum. Ey qullarım, hamınız azğınlıq içindəsiz, çaşqınlıq içindəsiz, mənim hidayət verdiklərimdən başqa. Fəstəhduni əhdikum. Allah Teala deyir ki, siz məndən hidayət istəyin, mən sizə hidayət verim. Hədis birbaşa dəlildir ki, hidayəti verən kimdir? Doğru yola yönəldən kimdir? Allah da subhanahu və teala. Tövhidi nəsib eləyən, sünnəni yaşamağı nəsib eləyən, xeyir əməllərə, Allahın özünün razı qaldığı əməllərə bizi yönəldən kimdir? Elə Rəbbimiz olan Allahdır. Ona görə də biz daim dualarımızda Allahdan hidayət istəyib, sabit qalmağı istəməliyik. Allah Teala Əl-İmran surəsində buyurur ki, möminlər deyərlər ki, Rabbənə la tuziq qulubənə bə'də iz hədeytənə. Ey Rəbbimiz, bizə hidayət verdikdən sonra bizim qəlbimizi saptırma, qəlbimizi azdırma. Muhammed sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan biri bu dua olub ki, Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbləri döndərən Rəbbim, qəlbimi dinin üzərində sabit et. Və biz də Muhammed sallallahu aleyhi ve sellemin ümməti olaraq bu duanı çoxaltmalıyıq hidayət üzərində sabit qalmaq üçün. Hədisin növbəti hissəsində Allah Teala buyurur ki, Ya ibadi, ey qullarım, kullukum cai illə mən at'amtuh fəstət'imuni ut'imukum. Ey qullarım, siz hamınız açsız, mənim yedirdiklərimdən başqa. Məndən yemək istəyin, mən sizi yedizdirim. Dəyərli müsəlmanlar, biz bilirik ki, bizim ruzumuz göydən gəlir. Allah Teala buyurur ki, Və fis-səmai rizqukum əl-əyə. Sizin ruzunuz göydədir. Vallahu yarzuqu mən yəşə'u biğayri hisab. Başqa ayədə Allah Teala buyurur ki, Allah istədiyini hesabsız ruzulandırandır. Başqa ayədə Allah Teala ibadət üçün yaratdığını bildirəndən sonra Əzariyyət surəsində deyir ki, İnnallaha huvar-razzaq zul quvvetil metin. O Allah Razzaq, ruzu verəndir və mətin, güc, qüvvət sahibidir. Ruzumuzu verən kimdir? Rəbbimiz olan Allah.
gərək biz daim olaraq Allahdan Subhanahu və Teala'dan öz ruzumuzu istəyək və Allahın bizə verdiyi halal ruzularla kifayətlənib haramlardan çəkinək və onları tərk eləyək. Həmçinin Allah Teala növbəti hissəsində hədisdə buyurur ki: "Ya ibadi, ey qullarım, innakum tuxti'una bil-leyli ven-nahar və ana aghfiru-zunuba cemi'an, fastaghfiruni aghfir lakum." Allahu akbar, dəyərli müsəlmanlar. Baxın görün Rəbbimiz nə deyir? Deyir ki: "Ey qullarım, siz gecə də, gündüz də xətalar edirsiniz. Mən də hamısını bağışlayıram. Siz məndən bağışlanma diləyin, mən sizi bağışlayayım." Görün Allah Teala necə rəhimlidir. Allah deyir ki, özünüzü təmizlə çıxartmayın. Çünki başqa ayədə də Allah Teala Quranda buyurur ki: "Fələ tuzakku enfusakum huve a'lemu bimen ittaqa." Özünüzü təmizlə çıxartmayın. Allah kimin təqvalı olduğunu daha yaxşı biləndir. Allah deyir ki, günah edirsiniz, xəta edirsiniz, mən də bağışlayıram. Amma siz xətadan sonra Allahın rəhmətindən ümid üzməyin. Bağışlanma diləyin deyir Allah Teala. Mən sizi bağışlayayım. Vallahi günah nə qədər böyük olsa da dəyərli müsəlman bacım və qardaşım, etdiyin günah nə qədər böyük olsa, nə qədər əzəmətli olsa, vallahi Allahın rəhmətinin yanında kiçikdir. Bir tövbə ilə, səmimi tövbə ilə Allah Teala bağışlayandır. Ya eyyuhellezine amenu, ey iman gətirənlər. Tubu ilallahi tövbətən nasuha. Allaha səmimi tövbə edin. Allah tövbə etməyi istəyibsə, səmimiyyət görsə, Allah o tövbəni qəbul edəcək. Allahın rəhmətindən ümid üzmək olmaz. Hədisin növbəti hissəsində Allah Teala buyurur ki: "Ya ibadi, ey qullarım, innakum lan tabluğu durri fetadurruni və lan tabluğu nef'i fetenfe'uni." Ey qullarım, sizin zərəriniz mənə çatmaz, faydavız da mənə çatmaz. Yəni hədisin bu hissəsində elm əhli deyir ki, insanın etdiyi günahlar, xətalar, asiliklər Allaha heç bir zərər verə bilməz. Etdiyi itaətlər də, namazı, orucu, zəkatı, sədəqəsi, bütün ibadətləri aləmlərin Rəbbi olan Allahın mülkündə nəyisə artırmaz. Günahları, asilikləri də aləmlərin Rəbbi olan Allahın mülkündə nəyisə naqisləşdirməz. İtaətlər qulun özü üçündür. Asiliklər də onun əleyhinə olacaq. Sonra Allah Teala buyurur ki, hədisin növbəti hissəsində: "Ya ibadi, ey qullarım, law annakum və axirakum və insakum və cinnakum kanu ala atqa qalbi racul vahidin minkum ma zada zalika fi mulki şey'a." Ey qullarım, sizin əvvəlkiləriniz, axırıncılarınız, insanlarınız və cinləriniz hamısının qəlbi ən təqvalınız kimdirsə, Allahdan ən çox qorxan kimdir? Onun kimi olsa hamımız Allahın mülkündə heç bir şeyi artırmaz. Allahın mülkündə heç bir şeyi artırmaz. Təbii ki, hədisə alimlər böyük şərhlər verirlər, dəyərli müsəlmanlar. Qısa olaraq toxunuruq ki, itaətlərimiz Allaha xeyir verməz. Allaha xeyir verməz. Bəzi müsəlmanlar və bəzi qeyri-müsəlmanlar həmçinin deyirlər ki, yəni Allahın bəyən bizim ibadətimizə ehtiyacı var və ya sizin ibadətinizə ehtiyacı var. Bəs deyirsiniz, Allahın heç ehtiyacı yoxdur. Bəli, Allah Teala deyir ki, "Vallahu huvel ganiyyul hamid." Allah varlıdır və tərifə layiqdir. İnsanların ona ibadət etməsinə ehtiyacı yoxdur. Lakin Allah Teala belə istəyib. Allah Teala istəyib ki, yaratsın və qullar da ona ibadət eləsinlər. Biz bir qul olaraq Rəbbimiz olan Allahı sorğu-sual etmirik. Allah Teala bizi qiyamət günü sorğu-sual edəcək. Həmçinin Allah Teala buyurur ki, hədisin növbəti hissəsində: "Ya ibadi, ey qullarım, law anna awwalakum və axirakum və insakum və cinnakum kanu ala afjari qalbi raculun vahidin ma naqasa zalika min mulki şey'a." Ey qullarım, sizin əvvəlkiləriniz, sonuncularınız, insanlarınız və cinləriniz hamısının qəlbi ən facir, günahkar bir kişinin, bir insanın qəlbi kimi olsa, bu Allaha bir zərər verə bilməz. Sonra Allah Teala buyurur ki: "Ya ibadi, ey qullarım, law anna awwalakum və axirakum və insakum və cinnakum qamu fi sa'idin vahidin." Dəyərli müsəlmanlar, vallahi əzəmətli bir hədisdir və ən əzəmətli məqamlarından biridir. Diqqətlə dinləsəz, inşallah faydalı olar. Allah Teala buyurur ki: "Ey qullarım, sizin əvvəlkiləriniz, axırıncılarınız, cinləriniz və insanlarınız hamısı bir yerə yığışsa, bir əraziyə yığışsa və ya bir hündür təpənin üzərindən qalxsalar, fəsəluni və hamısı məndən öz ehtiyacını istəsə, fə'ataytu kullə insanin məsələtə, mən də hər bir insana, hər bir kəsə
istədiyini, ehtiyacını versəm, mə naqasa zəlikə mimmə indi illə kəmə yanqusul mixiyyətu idə udxiləl bəhr. Bu mənim mülkümdən iynəni dənizə batırıb çıxardanda nə qədər azaldarsa, bir o qədər azaldar. Bu nəyə göstərir dəyərli müsəlman, bacım və qardaşım? Aləmlərin Rəbbi olan Allahın xəzinələri genişdir. Allah Teala varlıdır. İnnallaha vasiun alim. Allah Teala geniş, lütf, rəhmət, ruzu sahibidir. Allah Teala biləndir. Vallahi Allahdan istəməyə utanma. Əlvi qaldır, ehtiyacı Allahdan istə, ruzuvu Allahdan istə, möhtaclılıq bu Rəbbin olan Allaha de. Allah Teala deyir ki, o qədər boldur ki, təsəvvür edin, misal çəkib Allah Teala bizim başa düşəcəyimiz dillə. Mülkünü misal çəkib ki, Allah Teala iynəni sal dənizə, gör iynə nə qədər götürəcək oradan. Yəni heç bir şey. Allah da sənə verəndə onun mülkündən heç bir şey azalmır. Həmçinin hədisin bu hissəsi bizə onu göstərir ki, biz Allaha dua etməliyik. Ehtiyaclarımızı Rəbbimiz olan Allahdan daim istəməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm Rəbbimiz olan Allahı həyası ilə, kərimli olması ilə bizə vəsf edib ki, İnnallaha hayyun kərim yestəhyi min abdihi İzə rəfə yədeyhi ən yeruddəhumə sıfra. Sizin Rəbbiniz olan Allah həyalıdır, kərimdir. Qulu əllərini ona tərəf qaldıranda, öz ehtiyacını ondan istəyəndə, ey Rəbbim mənə ruzu ver, ey Rəbbim evladım yoxdur, mənə evlad ver, ey Rəbbim çətinliyə düşmüşəm, sıxıntıya düşmüşəm, sənə möhtacam, ey Rəbbim desə, Allah onun əllərini boş, sıfır əllə geri qaytarmağa həya eləyirdir Muhammed sallallahu aleyhi ve sellem. Ona görə həris olaq. Udu'u rabbəkum tədarruən və xufyə. Rəbbimiz olan Allah deyir ki, Rəbbimizə gizlində və acizanə yalvararaq dua eləyin. Əgər biz belə yalvararaq, israrla özümüzü Allaha möhtac olaraq dua etsək, dəyərli müsəlmanlar, Allah Teala bizim hər bir istədiyimizi bizə verəcək. Hədisin sonunda Allah Teala buyurur ki, Ya ibadi, ey qullarım, innəmə hiyə ə'məlikum uhsihə ləkum, thumma uvaffikum iyyəhə. Ey qullarım, bu sizin əməllərinizdir. Hamısını sayıram, hamısını yazıram, deyir Allah Teala. Thumma uvaffikum iyyəhə. Sonra əməllərinizi sizə qaytaracam qiyamət günü. Allah Teala bütün insanların əməllərini, dəyərli müsəlmanlar, qarşısına qoyacaq. Yaxşıları da, pisləri də. Allah Teala deyir ki, fəmən ya'məl misqalə zərrətin xayran yarah. Kim zərrə qədər, misqal qədər yaxşı iş görsə, salih əməl etsə, Allah onu mükafatlandıracaq. Və mən ya'məl misqalə zərrətin şərran yarah. Kim zərrə qədər şər əməl etsə, asilik etsə, günah etsə, Allah onu ona görə cəzalandıracaq. Heç bir əməl boşuna getmir. Allah Teala buyurur ki, əhsahullahu və nəsuh. Allah bütün əməlləri yazıb, qullar isə unudurlar. Əhsahullah və nəsuh. Allah hamısını sayıb, Allah hamısını yazıb, qullar isə unudur. İnsan həyatına baxsa, bir neçə il o yana bəzi mühüm məqamları xatırlayacaq, lakin vallahi qalanlarını unudur. Aləmlərin Rəbbi olan Allah heç nəyi unutmur. Kiramən, kətibin, Allah Teala deyir ki, sizin sağınızda və solunuzda yazan mələklər var. Və mə kənə rabbuka nəsiyə. Rəbbin unutqan deyil. Hər bir əməli kiçiyindən böyüyünə qədər aləmlərin Rəbbi olan Allah gətirəcək. Xeyirlərə görə mükafat, asiliklərə, şərlərə görə isə cəza verəcək Allah Teala. Hədisin sonunda Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, Allah Teala belə dedi, fəmən vəcədə xayran. Kim xeyir tapsa, fəl yəhmədilləh. Qoy Allaha həmd etsin. Və mən vəcədə qayrə zəlik. Fələ yəlumənə illə nəfsəhu. Kim xeyirdən başqa bir şey tapsa, heç kimi qınamasın özündən başqa, yalnız öz nəfsini qınasın. Dəyərli müsəlmanlar, hədis əzəmətli hədisdir. Lakin bizim verdiyimiz izahlar böyük alimlərin, Şeyx Fovzan kimi, Şeyx İbn Üseymin kimi böyük alimlərin qısa izahları idi. Çünki biz o adam deyilik ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin Allah Teala'nın sözlərinə təfsir və izah verək və uzun olmasın deyə böyük alimlərin fikirlərini qısa olaraq hədisin ətrafında çatdırdıq. Allahdan istəyir ki, Allah Teala bizim hər birimizi eşidən və faydalanan qullarından etsin. Allahın ey qullarım dediyi bütün çağırışlara ən gözəl, mükəmməl şəkildə cavab verib icabət edən qullarından etsin.
Bütün xeyirlər Allahdandır. Xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır. Aqulu ma sami'tum və əstəğfirullaha li və lakum və lisəl muslimin min kulli dəm fəstəğfiruhu innehu huvəl ğafurur rahim.